Şəhərdən səni könlüm gəlib şişədən divanım Xəyal tez yanından gələr şişədən divanım Xəyal tez yanından gələr şişədən divanım Çox olsan səhər erkən Gönül çananda gözəldəsən Bilirsən ürəyimdən nələr şişədən divanım Salam, xoş gördük dəyərli tamaşaçılar. Bu səhərinizi də bir gözəl musiqi ilə salamladıq. Bir çağlayan musiqi ilə açdıq ki, gününüz bax belə musiqimiz kimi çağlar olsun. Deyirlər ki, səhərini, gününü hansı ovqatla açarsan, gün ərzində əhvalın, ovqatın elə olar. Elə isə əhvalınızı, könlünüzü, ruhunuzu xoş ovqat proqramına kökləyin ki, gününüz, əhvalınız xoş olsun. Bugünkü xoş ovqat proqramını dəyərləndirən qonaqlarımız isə şairimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan və Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Klubunun rəhbəri İbrahim İlyaslı, aşığımız Aşıq Şəmşir adına Gənc Aşıqlar Festivalının
qalibi Elbrus Kəlbəcərli. Bugünkü musiqi düzümümüzü, musiqi bəzəyimizi isə verən Şəmkiz şəhərində yerləşən Ceyhun Şadlıq Evinin Ceyhun instrumental ansamblı və onun gözəl ifaçıları, gözəl salistləri Əkbər Ziyadoğlu və Natəvan xanım Şəmkirlidir. Mən bütün qonaqlarımızı salamlayıram. O cümlədən sizlərin hər birinin adından, bax, uzaqdan gələn şairimiz İbrahim İlyaslı'nı salamlayıram. Hə, İbrahim bəy, bir gözəl şeiriniz var. Deyirsiniz ki, bey qafıl sinəmin altı göynədi, elə qəribsədim, oy, səndən ötürü, nə vaxtdır ömrünü sənsiz keçirən, canıma toy tutdum, toy, səndən ötürü. Yaman qəribsəmişik sizdən ötürü. Nə var, nə yox? Xoş gəlmişsiniz elimizə, obamıza. Bu sazın və sözün ocağına, saz və söz məkanına. Xoş gününüz olsun. Mən də sizdən ötürü qəribsəmişdim. Bizim doğma illərimizdən, obamızdan ötürü qəribsəmişdim. Və yer gəlmişkən deyim ki, Türkiye televiziyası mənim üçün çox doğma televiziyalardan biridir. Adı ilə, verilişləri ilə bir yerdə mənim çox sevdiyim televiziyalardan biridir. Hərçənd ki, onu seyr eləmək imkanlarımız biraz məhduddur uzaqda yaşadığımıza görə. Amma bu televiziya mənim üçün çox doğmadır. Burada yaşayanlarımız seyr eləyirlər. Tez-tez ellərimizə, obalarımıza dönəndə özümüz seyr eləyirik. Və televiziyanın çox dəyərli verilişləri var. Tamaşaçıların qarşısında çıxış eləmək də xeyli məsuliyyətdir. Mən bu məsuliyyəti öz üzərimdə hiss eləyirəm. Amma sizin qurduğunuz verilişin səmimiyyəti imkan verir ki, tam səmimi bir söhbət olsun burada və səmimiyyət olan yerdə elə biləm tamaşaçılar da bizi səmimiyyətlə qarşılayarlar. Və mən bu dəfə istəyərdim ki, siz məni şair kimi təqdim elədiniz və məhz bir şeirlə salamlayayım. Əkbər mahnı oxudu bayaq, bahar çağı səhər erkən, göy çəməndə gəzəndə sən. Çox gözəl xatırlatdınız. Bilirsən ürəyimdən nələr keçər, dərdin alım. Nələr keçdi ürəyinizdən, dərdin alım? Ürəyimdən birinci o keçdi ki, Azərbaycanın böyük şairi Ustad Molla Cumanın Salam Məleykim adlı divanisi var. Mən ona üz tutub bir divanı yazmışam. Salam sahibi haqdır, haqqa salam məleykim. Ədlü adil əyləşən taxta salam məleykim. Küll aləm bir ola, bir anı əylədənməz. Vaxt bir Allah görküdür, vaxta salam məleykim. Ötəri də hər nə var, dərddir, məzədir, meydir. Onu bir bilən bilir, nə yamandır, nə yeydi. Göz görür, ağıl kəsir, vaxt yığval ayrı şeydir. Həm olan, həm olmayan, baxta salam məleykim. Yaz İbrahim İlyaslı, söylə sözün ilkini. Nə zamandır sinəndə bir həqiqət silkini. Ustad, bir əməl yıxır könüllərin mülkünü. Saxta əleykim salam, saxta salam məleykim. Biz sizə haqdan salamlar ünvanlayırıq, səmimi salamlar ünvanlayırıq və tamaşaçılarımızın da hamısının bir-birinin arasında hər zaman səmimi salam məleykim olmağını arzulayıram. Çox sağ olun İbrahim bəy. Bu yerdə hər salamı da, əleyki də sazla alan və sazla verən bu elin, obanın hər birini istəyirəm Aşıq Elbrus elə bir sazla salam məleyk eləsin, tamaşaçıları salamlasın. Nə bilirsiniz? Çox gözəl olar, həm mənim, həm də tamaşaçıların ürəyincən olar. Elə bilirəm, Aşıq Elbrus bizim gənc aşıqların içərisində mənim ən çox sevdiyim və təkcə mənim yox, ümumiyyətlə sənəti dəyərləndirən insanların yüksək dəyər verdiyi bir aşıqdır. Elbrusu bugünkü verilişimizdə müşahidə edəcək balabançı isə İbadət Kəlbəcərlidir. İbadət bəy də buyursun, xoş gəlmişsiniz İbadət bəy. Çox gözəl sənətkarlarımızdan biridir və ustad aşıqlarımızın, neçə-neçə aşıqlarımızın müşahidəçisi olub İbadət Kəlbəcərlidə. Buyursunlar görək.
Asilsiz adadan ey belə sakin olaydı, murada yetəydi. Birbirimizdə, birbirimizdə, birbirimizdə. A belə çən duman olaydıq, ey belə takin olaydıq. Qeyb olub bitəydi birbirimizdən, aman ölürəm, aman üfüqdən ürəyin ey belən alqan olaydım. Gecə göyüzü tək şan şan olaydım, şan şan olaydım. A belə sən günəş olaydın, ey belə mən dan olaydım, ay zalım. Hakka yol gedəydi birbirimizdə, birbirimizdə, birbirimizdə. Belə dürlü sevdalara ey belə dünyadar isə cümlə qolunlara ölüm yari, sən ölüm yari, sən ölüm yari, sən. Elən ilahin eşqlərin ey belə son var isə tükenip bitəydi birbirimizdən, aman ölürəm, aman ölürəm. Hər bir söz qədrini bilən söz zəvvarları İbrahim İlyasının şeirlərindən əminəm ki, ağızları dada gələcək. İbrahim İlyaslı sözü özündən öndə gedən şairlərdəndir. Yəni, mən İbrahim İlyaslı'nın bir şeirini neçə illər öncə eşitmişdim, özünü görməmişdim. O şeiri ki, onu bütün aşıqlar, bütün şairlər el məclislərində deyilirdi bu şeiri. Və mən çox həsrətlə, çox yanığı ilə fikirləşirdim ki, görəsən bu şeirin müəllifi kimdir ki, bunu bu qədər yanığı ilə yazıb. Elbrus sazı bir yavaş-yavaş dilləndir, mən o şeiri deyim, tamaşaçılar tanısın.
səni görən divanədir. Bilirəm səndən ötəri, göz yaşımla dağı, daşı dələrəm səndən ötəri. Uydurmadın daha nələr, tükənibdir bəhanələr, qonşunuza axşam, səhər gələrəm səndən ötəri. İbrahiməm için, için, gönlürəm gedir köçün, ölmürəm yaşamaq üçün, ölürəm səndən ötəri, ölürəm səndən ötəri. Bax, İbrahim İlyaslı bu şeirin müəllifidir və onu da deyim ki, dəyərli tamaşaçılar, İbrahim İlyaslı özünün ifadələrində və danışığında dedi ki, mən Sumqayıt Ədəbi Məclisində poeziya baxımından cilalanmış üzvlərindənəm. Ancaq onu da deyim ki, İbrahim İlyaslı İncə dərəsindən qaynaqlanmış və İncə dərəsinin havasını, suyunu udmuş şairlərdəndir. O şairlərdəndir ki, bayaq dediyim kimi sözləri özlərindən öndə gedir. Yəni, onların özlərini tanımırlar, ancaq sözlərini özlərindən öncə tanıyırlar. Bütün şairləri belədir İncə dərəsində. Ağamal Sadiqi də belədir, Məmməd İlqarı da belədir, elə İbrahim İlyaslısı da belədir. Sözlər özlərindən çox ön gedir. Yəni, mən bir dəfə Məmməd İlqarla danışanda da dedim ki, Məmməd İlqarı, səni niyə bu adamlar belə tanıyır? Deyir ki, sən eləcə deyinən ki, ilahi belə də gözəl olarmı? Kimdir qələm çəkən? Nə gözəl çəkir? Deyən kimi o dəqiqə deyirlər ki, hə, bildik hansı şairdir. Yəni, sizin sözünüz özünüzdən öndə gedir və tamaşaçılar sizi özünüzdən öncə sözünüzü tanıyırlar və buna bir şairin və şeirin qüdrəti kimi baxıram. İncə dərəsində nəyə söykənibsiniz, kimlərə söykənib gəlmisiniz və Sumqayıt ədəbi mühitinin nə rol olub sizin belə puxtələşmiş şair kimi yetişməyinizdə? Çəx xanım, öncə deyim ki, bütövlükdə İncə dərəsi ədəbi mühiti də, Gəncəbasar ədəbi mühiti də, Sumqayıt ədəbi mühiti də bütövlükdə Azərbaycan ədəbiyyatını yaratmağa xidmət eləyir, çağdaş Azərbaycan ədəbiyyatını yaratmağa xidmət eləyir. Bizdən öncə olublar, yazıblar, böyük ədəbiyyat qoyublar. İndi biz də bu ənənəni davam elətdiririk. Nə dərəcədə buna nail ola biləcək, təbii ki, bunu tarix göstərəcək, zaman göstərəcək. İncə dərəsi bizim ilham mənbəyimizdir. Həmişə dönüb dönəcəyimizdir, söykənəcəyimiz yerdir, ilham aldığımız yerdir, ruhuna itaət etdiyimiz bir yerdir. Qaldı Sumqayıta, talih elə gətirdi ki, mən 80-ci illərdən Sumqayıt şəhərində yaşamalı oldum. Ondan sonra Sumqayıtda Dəniz Ədəbi Birliyi yarandı gənclərin və daha sonra Əli Kərim adına poeziya klubu yaradıldı və mən o poeziya klubuna rəhbər təyin olundum. Zaman da şahidi olmuşam ki, Sumqayıt ədəbi mühiti sözün həqiqi mənasında Azərbaycanda xeyli fərqlənən, yəni istedadlı nümayəndələrlə fərqlənən bir ədəbi mühitdir. Mən əslində bölgələrə ayırmaq istəmirəm. Bizim Azərbaycanın bütün bölgələrindən, bütün güşələrindən özünə məxsus və istedadlı çox gözəl şairlər yetişibdir və bunun nəticəsidir. Bunların hamısının birləşməyinin nəhayət ortaya ciddi Azərbaycan ədəbiyyatı, Azərbaycan poeziyası qoymağının nəticəsidir ki, bu gün doğrudan da çağdaş Azərbaycan poeziyası yüksəlişdədir, inkişafdadır, ümumiyyətlə dünyaya inteqrasiya eləməkdədir, eyni zamanda Türk dünyasında tanınmaqda, bilinməkdə və qəbul olunmaqdadır. İncə dərəsində sözünüzün söykəyi hansı şairlər olub? Sazının laylasında böyüdüyümüz dillər əzbəri məşhur Aşıq Avda hansını ki, İncə Gül havasını yaradıbdır. Eyni zamanda bizim İncə dərəsindən çıxan şairlərin bir xeyli fərqlənməyinin səbəblərindən biri də odur ki, Böyük Nəqşbəndi təriqətinin davamçıları olan bir müridizmin ocağının kənarında onun istisini gördük, formalaşdıq. Biraz oradan qaynaqlandıq. Ağamal Sadiq Əfəndi kimi sözün həqiqi mənasında böyük söz adamı, şair artıq orada gəldi. Sonra şair Akif Səməd öz sözünlə Respublikada
və öz zamandaşlarının içərisində çox fərqlənən bir şair kimi meydanda oldu. Bir ayaq adını çəkdi şair Məmməd İlqar söhbət təkcə İncə dərəsindən getmir, Azərbaycanın çox gözəl şairlərindən biridir. Və bildiyiniz kimi hal-hazırda elə heç nə Bakıya, nə Sumqayıta heç yana getməmiş, tərpənməmiş gözəl şairimiz Hacı Məhəmməd Aslanbəyli hal-hazırda elə İncə dərəsində yaşayır, yaradır və elə orada da bu davam etdirmədədir. Oturub ömrün içində çiçək şəkli çəkirəm. Yalan rəhləri götürüb gerçək şəkli çəkirəm. Çəkirəm ciyərlərimə faniliyin ətrini, məndən əziz tutan varmı bu faninin xətrini? Kimsə bilməz nə çəkdirir mənə mən çəkdiklərim. Ölümlərə cücərirlər olmağa əhdiklərim. Dəryalar mənə çəkilir, tufanlar məndən qopur, başıma odlar ələnir, ruhuma sular hopur. Şəkillənir qələmimdə doğulmamış bir adam. Mən şair deyiləm yavrum, mən bir dəli rəssamam. Sözü musiqiyə ötürək buyursun Natəvan xanım. Bu
Çox sağ olun Aytəvan xanım. Təşəkkür eləyirik bu gözəl ifanız və gözəl ürəyiniz üçün. Dəyərli tamaşaçılar, İbrahim İlyaslı'nın bir qardaşı bizim saz sənətində, bugünkü çağdaş saz və aşıq sənətində ekranlarımızdan və efirlərimizdən düşməyən İlham Aslan bəyli. Bir qardaşı isə bayaq özünün dediyi kimi Hacı Məhəmməd, yəni İncə dərəsində yaşayır, yaradır və Hacı Mahmud Əfəndinin müridlərindən də deyərdim. Hər kəs gedib İncə dərəsində Hacı Məhəmmədi ziyarət eləyib, onun bilgilərindən mükəmməl şəkildə dəyərlənə bilər. O Hacı Məhəmməddir ki, onun şeirləri hal-hazırda çağdaş ədəbiyyatımızda ən öndə vurğulanan və dəyərlənən, bütün tənqidçilər tərəfindən diqqət cəlb edən bir şairimizdir və hal-hazırda İncə dərəsində yaşayır. Sazın və sözün vəhdəti elə bu ailədə nədən yaranır? Ailəmizlə bağlı çox sağ olun, bu diqqətə görə verilişdə səsləndirirsiniz, minnətdaram. Biz bütün əgər istedadımızda nəsə varsa buna görə birinci növbədə nənələrimizin, babalarımızın ruhuna borçluyuq. Hal-hazırda kəndimizdə yaşayan atam Musa müəllimə, anam Zərnişan xanıma borçluyuq ki, yəni nə veribsə onlar veriblər bizə. Yəni mən belə hesab eləyirəm. Təbii ki, eldən obadan götürdüyümüzdə öz yerində. Sonra sualımızın ikincisi sazla sözün vəhdətidir. Yəni sizin ailədə bu vəhdət var, həm saz var, həm söz var. Bu ailədə... Amma bunlar ayrı-ayrıdır. Da məsəl üçün Aşıq İlham şeir yazmır. Mən yəni saz çalmıram da, düzdür, indi Aşıq Elbrus buradadır, Allah şahididir. Birdən deyər ki, İbrahim müəllim burada nəsə qeyri-səmiş. Belə özüm üçün də, özümü aldatmaq üçün nəsə bir çala bilirəm ki, bəzi şeirlərin də saz üstə gəlməyi bundan qaynaqlanır, mənə belə gəlir. İkincisi, ümumiyyətlə, bizim Azərbaycan poeziyasında deməli, böyük bir məktəbdir ki, yəni qoşma üstündə, gəraylı üstündə, divan üstündə köhlənib şeirlər, təcnis üstündə köhlənib. Və bu da təbiidir ki, o aşıq sənətinə valih olmasa, onun sirrinə, sehrinə bələd olmasa, o gözəl qoşma, gəraylı yaza bilməsi hesab eləyirəm. Poeziya ilk növbədə səmimiyyətdir, yanğıdır. O içdən gələn olmalıdır və nəticə el olanda gözəl olur şeirdə, olmayanda yox. Şeirlərinizi sazla cilalayırsınızmı? Onu yeri gəlmişim bir şeir oxuyum sizə. Görmürsənmi İlham səndən qaçaqdır, əlin saza, könlün sözə yatmırsa, şair qardaş, demək ruhun naçaqdır. Demək qəlbin qələminlə düz deyil, deyəcəyin sağ əməlli söz deyil. Görmürsən bu göylər hələ döz deyir, qanmırsan mı qara damın alçaqdır. Niyyətini qat gözün yaşına, sürt üzünü torpağına, daşına, bir də dolan, 5 də hərrən başına. Nə bilmişdin? Şeir pirdir, ocaqdır. Şeirə pir kimi, ocaq kimi baxanlara eşq olsun. Həm yəni oxucu baxımından, həm də ədəbi yaradıcılıqla məşğul olanlar o vaxtı o şeirdə uğur qazana bilərlər, böyük nailiyyətlər əldə edə bilərlər ki, ona o boyda məsuliyyətlə, o boyda sevgi ilə yanaşsınlar. Mincəli şairlər bir sirlərini də açım, dəyərli tamaşaçılar. Onlar deyir ki, biz mütləq şeirimizi sazla cilalayırıq. Sazda cilalamasaq, o şeir kimi, şeir yerində oturmur. Mütləq deyir, sazda cilalayırıq və darıyırıq. Və bütün İncəli şairini, ümumilikdə bu Gəncəbasar bölgəsində çox şairləri saz çalan gördüm. Məmməd İlqar deyirdi ki, saza ucalan sözə ölüm yoxdur. Deməli ki, o şeir ki, sazın zirvəsinə ucalır, o sözə ölüm yoxdur. İncəlilərin əksəriyyətinin şeiri sazın ucalığına qalxıb. Ona görə... Dözə bilmirəm, artıq bir şeir demək istəyirəm. Yeridir, buyurun. Bu bir gözəlləmədir, amma gəlib yenə o da sonu ora gəlir.
Sən nənəm, sözüm sənədir. 17 qızın göyçəyim. 17'min 17'si Qarayağızın göyçəyim. Var. Camalın ayın xətiridir, ətirin ətir şah ətiridir. Sənin vəsfindən ötürüdür qələm kağızın göyçəyi. Görəm məni dəli sanar, dərdimi əhli hal qanar. Dillə desəm dilim yanar, dillənsin sazın göyçəyi. Çox sağ olun. Sazın göyçəyi də dillənəcək, aşıqların göyçəyi də dillənəcək. Ancaq mən istəyirəm müğənnilərimizin göyçəyinə verək sözü. Yəni Əkbər bala xeyli müddətdir gözləyir. Çünki tamaşaçılarımız da ola bilər ki, bizdən bir gözəl musiqi sovqatı gözləyir. Buyurun Əkbər bala. Mən ki yad edirəm hər zaman səni. Mən ki yad edirəm hər zaman səni.
düşmüşəm eşqadı, eşqadı, bir sevdaya mən. Düşmüşəm eşqadı, eşqadı, bir sevdaya mən. Təşəkkür edirik. Buyurun, əyləşin. Sizə bir xoş ürək sözlərimizi bildirək. Ən azından sizə dərs deyən və sizi bu ədəb ərkanı, bu mədəniyyəti sizə əxs eləyən bütün, buyurun mikrofonu, valideynlərinizə də, müəllimlərinizə də təşəkkür edirik. Səni müşayiət eləyən, bax bu gözəl ansambla da təşəkkür edirik, başda Rəşid müəllim olmaqla. Təbii ki, Rəşid müəllimin yanında oturan müğənnilər də bu səviyyədə olacaq da. Onun özünün çox böyük bir ədəb ərkan sahibidir. Əvvəla sizə təşəkkürlərimi bilirəm ki, bizi bu gözəl verilişə dəvət etmişsiniz, ansamblla bir yerdə. Mənim atam özü xanəndədir. Atamdan gəlib də bu sənətmə. Bəli, Ziyad Məmmədov. Bəli, Ziyad Məmmədov. Salamlayırıq Ziyad müəllimi də. Çox sağ olun. Bir də mən Sərdar müəllimin tələbəsi olmuşam. Bəli, Gəncədə Sərdar bax. Bəli, bir 4 ay zat təhsil almışam. Az almışam, amma nəsə öyrənmişəm. Çox sağ olsun, ona da çox sağ olsun deyirəm buradan. Çox sağ olun, təşəkkür eləyirik. Eyni zamanda Şəmkir şəhərində yerləşən Ceyhun Şənliyevinin bütün işçilərinə, o cümlədən rəhbəri Hüseyin müəllimə təşəkkür eləyirik ki, bizim verilişimizin çəkilişində bizə çox böyük dəstək olduğuna görə. İbrahim bəy, hər şeyin ölçüsü var deyirlər da, zamanın da ölçüsü var, məsafənin ölçüsü var, ömrün də bir ölçüsü var, yəni bu yaş həddi var. Bu sözün ölçüsü, bu sözün meyarı nədir bəs? Bilirsiniz, siz elə mövzuya toxundunuz, amma mən bildiyim qədər cavab verə biləcəm. Təbii ki, poeziya məndən ötürü və ümumiyyətlə təkcə məndən ötürü yox, duyğu hadisəsidir. Ondan sonra dil hadisəsidir. Yəni, hansısa qəfil bir duyğu yaşanmalıdır, baş verməlidir insanda və ondan sonra onu sözə çevirmək. Bəzi şairlər də, məsəl üçün, hətta o duyğunu yaşasalar da sözə çevirməkdə çətinlik çəkirlər. Yəni, bütövlükdə gözəl poeziya ortaya qoymaq üçün gərək öz ana dilini gözəl biləsən, sevəsən,
iliyinə, sümüyünə işləsin. Şairlik fərqli bir ömür formulası yaşamaqdır. Eyni zamanda həyat tərzidir. Mənim bildiyim qədər və təkcə mən yox, istənilən ciddi söz adamı, şair bilir ki, şeir eyni zamanda təhlik hadisəsidir. Yəni iki adam birləşib bir yerdə bir şeir yaza bilərmi? Və yaxud yəni başqa cür şeir ortaya qoyula bilərmi, başa gələ bilərmi? Qətiyyən onu mən təsəvvür eləyə bilmirəm. Sözünüz də çox gözəl, şairsiz, sözü bilənsiz və bu mənada hesab eləyirəm mənə çox sorğu suala çəkməzsiniz. Gəlin sözü şeiri ötürək, buyurun. Ürəyinizdən nə keçir bu dəm? Ürəyimdən bir şeir demək keçir. Hansı keçir, hansı şeir? Hansını müəyyənləşdirmişəm. Mən birini deyim. Mənə gəldi onu deyirəm. Mən birini deyim. Çox böyük yardımcı olmuş olarsınız. Düşmən də çəkməsin mən çəkənləri. Bax, şairin çəkdiyi budur, bax. Düşmən də çəkməsin mən çəkənləri. Mən çəkən zülmdən olmaz, əfəndim. Adamlar bir yana bu məmləkətdə quş da salamımı almaz, əfəndim. Həmdəmim oddardır, sirdaşım sular. Könlümü qəriblik bular, ha bular. Haqdan nida gəldi, boşalan dolar. Quyusu töhməklə dolmaz, əfəndim. Boranlar addıyaq, xəzanlar keçək. Ömür gün yalandır, vaxt vədə gerçək. Mənim gözlərimlə sulanan çiçək, ömür billahında solmaz, əfəndim. 7-ci qatında haqqım var deyə, sidqinə eşqimi bağladım göyə. Tutlar saza dönə, qarğılar neyə? Qoşub qəmlərimi çalmaz, əfəndim. Tapdım çəmini də, tutdum dilə də. Necə hökm elədi, getdim elə də. Dünya söylədiyin qaldı belə də. Bədiyirdin belə qalmaz, əfəndim. Bədiyirdin belə qalmaz, əfəndim. Belə mənim səndən uzaqlarda, mənim səndən uzaqlarda, yamandır halım necə sən ağlar. Özgəsinə qismət olar, zah cəlalım necəsən, ay aman aman, ay aman aman, ağın ağım, ağın ağım. Mənim səndən uzaqlarda, yamandır halım necəsən, özgəsinə qismət olan cah cəlalım necəsən? Yalana döndü gerçəyim, ay gözəlim, ay göyçəyim.
Yalana döndü gerçəyim, ay gözəlim, ay göysəyim. Çəmənim, çölüm, çiçəyim, pətəyim, balım, necəsən? Zərzibam, ləlim, gövhərim, yaqut yamən, simuzərim. Barmaqları bəxtəvərim, barmaqları bəxtəvərim. Başı bəlalım necəsən? Ay aman aman, aman aman, aman aman, ağın alim, ağın alim. Daşam yolun üstə bitən, nəsirdə anlamaz yetən. Gözü könlü dildil ötən, dilləri lalım, necəsən? Zərzibam, ləlim, gövhərim, yaqut yamən, simuzərim. Barmaqları bəxtəvərim, başı bəlalım, necəsən? Belə yarın öz ömrünə yarın. Üzün dönməz mana sarı, yarın öz ömrünə yarın. İbrahimin sitemkarı, İbrahimin sitemkarı. Necəsən zalım, necəsən? Ay aman aman, aman aman, aman aman, ağın alim, ağın alim. Yarı üzün dönməz mana sarı, yarı öz ömründən yarı. İbrahimin sitemkarı necəsən? Zalım necəsən? Eşq olsun bizim gözəl şairimiz İbrahim İlyaslıya. O sizə də eşq olsun, ürəyiniz, könlünüz var olsun. Gəlin əyləşin, görək bu İbrahimin sitemkarın halı necədir, özü necədir. Ümumiyyətcə bu şeirdə mən çox xoşuma gələn kimsirə barmaqları bəxtəvərim, başı bəlalım, necəsən? Çay xanım, Elbrus'un belə gözəl oxusundan sonra mənim halımı xəbər alırsınız, deyirsiniz necəsən? Allah, halım hal deyil, belə səmimi deyim, belə gözəl oxudan sonra. Çünki o şeiri o qədər gözəl yaşaya-yaşaya, o yaşantıları mən nə tər yaşamışdım o şeiri yazanda, Elbrus'un oxusunda eynicə üst-üstə idi. Ona görə ancaq Elbrus'a təşəkkür eləməyim qalır. Bir də ancaq bunun ardınca gərək bir şeir oxuyam, bəlkə ovqatım dəyişsin. Buyurun, yəqin ki, sevgi ilə və gözəllərlə bağlı şeirlərinizi oxuyacaqsınız. O şeiri oxuduqca Elbrus mən fikirləşdim ki, İbrahim İlyaslı şairdir da, təbii ki, şairlər gözəllərdən və sevgidən yazır. Sonra da öz-özümə cavab verdim ki, şahənşahların dizini qıran, dizini qatlayan o gözəllər, o sevgi, nətər İbrahim Fağıra şeir yazdırmasın? Çox doğru dedin, Şah İsmail kimi şahənşah
yazdığı o sevgi şeirləri, Qızıl gül bağ bustanım, nə deyirsən? Fəday olsun sana canım, nə deyirsən? Hər kəsin din ilə imanı vardır, mənim din ilə imanım, nə deyirsən? Min il yatsam torpaq içində, dürüst əhdi peymanım, nə deyirsən? Sənin məqsudun oldur ki, mən öləm, helal olsun sana qanım, nə deyirsən? Çün xətayı səni can ilə sevdi, sevən ölsün mü sultanım, nə deyirsən? Deyirdisə, şah xətayı. Onda İbrahim İlyasını nə deməliydi, necə sən deyə bilərdi da? Buyursun İbrahim İlyaslı sevgi şeirlərini. Sizin çox gözəl sevgi şeirləriniz, gözəllərə sevgiyə ait şeirləriniz var. Buyurun. Tanrım, bu gözəli sən yaradıbsan. Nurdan yoğurubsan mah camalını. Tulluyar tacını ayaqlarına görsə dərgahında şah camalını. Onu görənlərin gün deyil günü, görürsən ərşdəki fəryadı, ünü. Meh vurub oynadır siyah zülfünü, gah köksünü örtür, gah camalını. Məni bu heyrətdə biraz da əylə, ahımı xəncər et, bağrımı teylə, qanımı qaşına vəsvəli eylə, bəzəsin çəkdiyim ah camalını. Bu köhnə gözəlləmə adı ilə bir şeirdir. Nəsə yeni şeirlərinizdən nə var? İzmirsə birini də oxuyun. Buyurun, buyurun. Gəl çıx. Sən məni görməyə daha tələsmə. Mən sənin dərdindən öləndə gəl çıx. Məni qoca atanı, özünü qarı, iş işdən keçibdir, biləndə gəl çıx. Sanlı günlərimi sovurdu yerlər, ağladı çeşmələr, apardı sellər. Məskənim olanda səhralar, çöllər, camaat arxamca güləndə gəl çıx. Möcüzə tək sıyrıl, sehirdən, sirdən, gəlin köçən kimi bəzənib bərtən, yanımda bey qafıl peyda ol birdən. Əzrailin hökmü əlində gəl çıx. Aldandım allara tüllər içində, yandım, kösəv oldum küllər içində. Mənim güllərimdir güllər içində, sarı bənövşələr telində gəl çıx. Həmən İbrahiməm etibarımda, yoxum da sən oldun, sənsən varım da. Özüm çağıracam son anlarımda, o nida qeybdən gələndə gəl çıx. Qoy sənin şeirinə bu çiçək həmkarında bir cavab versin. Gözəl olar. Olum, ölüm boyatdı, gəlib çıxdı, göy atdı, səfərim sona çatdı, halallıq elə getdim. Düşmə qara sazağa, canım sənə sadağa, yolum düşdü uzağa, halallıq elə getdim. Kül bəllənər közündən, qırov bağlar gözündən, kölgəm itdi gözündən, halallıq elə getdim. Dözümü yuxa bildim, özümü yıxa bildim, könlündən çıxa bildim, halallıq elə getdim. Bir bağrı yara sazdım, dinib dərdimdə azdım, sonuncu şeiri yazdım, halallıq elə getdim, halallıq elə getdim. Bu şeir cavabsız muammarım mənimdir. Buyurun. Hər işin gözəldir, sənin ay gözəl.
Sən mənə zülmü də gözəl verirsən. Açılır ovucun ağ zambaq kimi. Həsrəti vüsalda nəzəl verirsən. Özün özündən xəbərin yoxdur, bu boyda dünyaya sığışmır ədan. Düzlərdə pələsəng olub qalmışam, dağdan səsin gəlir, dəryadan sədan. Yollar bihuş olur sən yeriyəndə, qarşına yürür güllü cığırlar. Çəməndən çiçəklər, balıqlar sudan, quşlar budaqlardan sana baxırlar. Qəddinə küsənir sərv ağaçları, dəli qızıl gülün hirsi qındadır. Yerindən tərpədir ətirin daşları, yer üzü heyranlıq məqamındadır. Belə ovsunluya nə olmuyub məni? Sehir qızı sehir, sir qızı sirsən. Öyrətmən yaradıb yaradan səni, bəşərə gözəllik dərsi verirsən. Eşq olsun bizim bəşəriyyətə gözəllik dərsi verən gözəllərimizə. Mən Məlik Məmməd nağılı. Bu dünya divlər ölkəsi, düşüb kəndirsiz quyuya, könlümün sevda bəlkəsi. Bu nağılın nə simruğu, nə də ki üç alması var. Bu sevdanın dar quyuda həmişəlik qalması var. Niyə nağıla dönmüşəm, hardadır nağıl yiyəsi, uyur nağıl sevdalara, mənim tək ağıl yiyəsi. Məni quyudan çıxaran bir nağıl olan tapıla, ya da başımı qatmağa nağıl bir yalan tapıla. Duyanmadım baxışların sirdimi, boylandığın o pəncərə pirdimi. Məndən olsa ağartmazdım dərdimi, gərək yaşım gözlərimdə dayana. Zalım oldun, saydığımı saymadın, sevən vaxtı məhəbbəti duymadın. De nədir ki, bircə xalı qıymadın, öz ömrünü yollarında qıyana. Buna rəqs eləmək deyərlər sizdə. Mənim hesabımla can almaqdır bu. Ürək söylədiyin bir ovuc qandır, adamdan bir ovuc qan almaqdır bu. Ortada süzürsən ağ çiçək kimi, vurnuxur yöləndə bal arıları. Biraz da düymələ ləçəklərini, süst elə taqətdən sal arıları. Ətrin milyon illik bihuşlarıdır, məstanə baxışlar bürüyür səni. Hamının qibləsi sana sarıdır, bir olub hamının könül sevəni. Havalı məşşatən ilahidəndir, divanə tellərin hey tumarlanır. Başın üstündə göy çiçəkliyir, ayağın altında yer xumarlanır. Tanrı heyran olub yaratdığına, asi bəndələrin iman günüdür. Qocalar qayıdıb oğlan çağına, qarılar yalvarır aman günüdür. Öl desən ölənik, qal desən qalan. Xanım, qəsdin nədir, qərarın nədir? Növbə mənimdirsə, belə mən sana qurban. Buyur, qanlı başım ətəyindədir. Ne eşq olsun, ne eşq olsun.
bilməzsin duman sen. Saçlarıma düşərlər səni qəmli görərlər. Saçlarıma düşərlər səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Əsrən külək dayanar, qəlbim odun ayanar. Əsrən külək dayanar, qəlbim odun ayanar. Aşıq odlar ayanar, səni qəmli görərlər. Aşıq odlar ayanar, səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. O gülər üzlərdən yürüməsin duman sen. O gülər üzlərdən yürüməsin duman sen. Saçlarıma düşərlər səni qəmli görərlər. Saçlarıma düşərlər səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Moral olar, dar olar, işi mahfuz zar olar, mənə dünya dar olar, səni qəmli görərlər. Çox sağ olun Natəvan xanım. Bu enişli yoxuşdu, bu daşlı kəsəhli sənət yollarında ilk addımlarınızı atırsınız. Mikrofonunuzu götürün. Sizin də yəqin ki, üzərinizdə əməyi, əziyyəti olan müəllimləriniz var və kimlərə ünvanlanmaq, kimlərə təşəkkür eləmək İlk öncə Çiçək xanım, bizi verilişinizə dəvət etdiyinizə görə sizin rəhbərliyinizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olsun. Sizə çox əziyyət çəkirsiniz, dərin təşəkkürümüzü bildirirəm. Çox gözəl bir veriliş yaratmışsınız bu bölgədə. Əsasən bu bölgəyə bu veriliş demək olsun ki, çox ehtiyacımız var. Müəllimim mənim Şəmkir rayonunda Müzəffər müəllim olub. Allah ondan razı olsun, çox gözəl bir müəllimdir. Yəni, çox əziyyət çəkib demək olsun ki, az müddətdə oxumağıma baxmayaraq. Sözünüzün davamı olaraq qoy, bir halda ki, bu Ceyhun Şənlik Sarayının rəhbəri Hüseyin müəllimə və elə bizim gözümüz görən və görə bilmədiyimiz bütün işçilərinə çox böyük təşəkkürümüzü bildiririk ki, bugünkü verilişimizin araya ərsəyə gəlməyində bizə bu qədər dəstək olublar. Və o cümlədən mən səhərin bu çağı siz ananızı dediniz, sizin ananızın timsalında bizə baxan bütün anaları, bütün tamaşaçıları bir daha salamlayır və sabahınız xeyir olsun deyirik. Siz Türkiye televiziyasında Xoş Ovqat proqramını izləyirsiniz. Elbrus, sizin özünüzə də bir sualla müraciət edeyim. Yəni siz yaşca cavan olmağına baxmayaraq dəfələrlə müsabiqələrdə, hətta müsabiqə qalibi olmuşsunuz, müsabiqələrdə iştirak eləmiş aşıqlarımızdansınız. O cümlədən İrana, Türkiyəyə mütəmadi olaraq səfər eləyirsiniz. Hətta Türkiyənin böyük şairləri, Qaraqoşların
ünvanında olursunuz və Vahəddin və Əbdürrəhim Qaraqoşlardan yaradıcılığına tez-tez müraciət edirsiniz. Mən bayaq da önəm verdim ki, Elbrus söz seçimində çox güclü aşıqdır. Yəni, bu səfərlərimizlə bağlı bəlkə nəsə bir məlumat verəsiniz. Səfərlərimlə bağlı bu öz dövlətimizdə bir neçə festivallarda, müsabiqələrdə iştirak eləmişəm. Hətta Aşıq Şəmşir adına Gənc Aşıqlar Festivalında birinci yer tutmuşam. Sözünə qüvvət bunu əlavə edeyim ki, Allah bizə qismət eləsin. Biz Türkiyədə Vahəddinlə Əbdürrəhim Qaraqoş qardaşlarını çəkə biləydik. O mənim ən böyük arzumdur. İnşallah. Mən bu gələn ayın onu Türkiyə səfərim var. Yenə bir və bizim salamlarımızı o böyük şairlərə çatdıracağım. Və salamlarını çatdıracağım və bir də bu fikri deyəcəm. İnşallah alınır. Başıma olmazın oyunlar gəlir. Daha olmazları olar bilirəm. Mən nələr çəkirəm bir Allah bilir. Elə ki gecənin bağrını yarıb oxuyan quşları qular bilirəm. Dərd bilib özümü atıram oda, məni bu alovlar yandırar çətin. Udduğum havada, içdiyim suda, düşmən məhəbbəti, dost xəyanəti, axır məqsədini bular, bilirəm. Gördüm bir səhranın yüz çuxurunu, çörək çuxurunu, söz çuxurunu. Allaha aşkar bəndədən gizdin, axıb tapmayanda öz çuxurunu, harda veillənir sular, bilirəm. Adamlar ağzına su alıb susur, Qaraca daşları dinən görürəm, bir dərə 5 dağın dibini pusur, havalı başımdan çəkilir duman, uca zirvələri enən görürəm, dibsiz quyuları dolar bilirəm. Təbrizim döyülür, Şuşam talanır, sabahım göynüyür güman içində, gecələr yuxuma xəncər saplanır, səhərlər dururam alqan içində. Bal kimi uduram bu təsəllini, palıd çoğuşunda nə olar, bilirəm. Başıma olmazın oyunlar gəlir, daha olmazları olar bilirəm. Bir gün durub çıxdı Gülşan seyrinə, yaz ömrü yaşadı avdı babamız. İncə mətləflərdən incə söz açdı, söz ömrü yaşadı avdı babamız. Ağır yığınaqları ağır apardı, həqiqət, təriqət sirrinə vardı. Bir ömrün içinə yığıb qabğardı, 100 ömrü yaşadı avdı babamız. Könlündə eşq dindi, məni yaz dedi. Bu haqdan izinsiz olanmaz dedi. Sazı usta çaldı, sözü saz dedi. Saz ömrü yaşadı avdı babamız. Eşq olsun Aşıq Elbrus. Adağlar, adağlar
Çox sağ olun Elbrus. Sənə də təşəkkür edirəm. Sənlə bərabər şairlərin bir sözü var, Xurcundaşın. Xurcundaşın o Balaman ustası İbadət bəyə də təşəkkür edirəm və onu da tamaşaçıların nəzərinə çatdırım ki, Balaman ustamız İbadət Kəlbəcərli elə ustadaşımız Əhliman Kəlbəcərlinin qardaşıdır və o özü də böyük bir sənətkar ailəsində dünyaya göz açıb, böyüyüb. Yəni bu sənətin, sazın, sözün içində böyümüş bir sənətkarımız da eşq olsun sizə də təşəkkür edirik. İbrahim İlyaslı, çağdaş poeziyamızın mənzərəsi sizin gözünüzdə necədir? Ümumilikdə İbrahim İlyaslı üçün dövrün böyük şairi, ən böyük şairi kimdir? Ədəbiyyatımızı, poeziyamızı təmsil edən ağsaqqallardan tutmuş, ədəbi gəncliyə qədər. Bu bütövlükdə çağdaş Azərbaycan poeziyasının mənzərəsidir. Ümumiyyətlə hesab edirəm ki, Azərbaycan ədəbiyyatı kökündən, ta qədimindən zəngin ənənələrə məxsusdur. Və bu zəngin ənənələr əsrdən əsrə Azərbaycanı hər zaman 1, 2, 3 böyük şairlə tanıdıb dünyada, təqdim eləyib, yaşadıb, ötürüb növbəti əsrə. Dövrün böyük şairi, bugünkü çağdaş ədəbiyyatımızda siz kimi görürsünüz, siz kimi dəyərləndirirsiniz? Ümumilikdə sevdiyiniz şairlər bugün kimdir? Bilirsiniz, mən ad çəkərəm, birdən kimsə unudaram, sonra özümə bağışlaya bilmərəm. Yəni, son dövrümüzün poeziyasında təbii ki, Böyük Məmməd Arazın heç zaman unutmaq olmaz. Hüseyin Arif heç zaman unutmaq olmaz. Yəni, onların həm dövrləri, tutaq ki, Nəbi Xəzri, Cabir Novruz, yəni həm dövrləri olan şairlər. Hal-hazırda da poeziyamızda ağsaqqallar olur. Nərman Həsənzadə, Məmməd Aslanı, Məmməd İsmaili, Ramiz Rövşəni, Vaqif Səmədoğlunu. Yəni, bunlar hal-hazırda poeziyamızın öndərləridir. Arzu eləyirik ki, tarixdə və yaddaşda izi qalan, adı qalan şairlərimizdən olasınız. Sözü Əkbərə ötürək. Naşası yayan min sevgili canana dəyər. Musiqi yayan, naşası yayan min sevgili canana dəyər. Əsərin nalə-i Arif üçün cana dəyər. Musiqi əhlinə insaf ilə qiymət vermək. Musiqi əhlinə insaf ilə qiymət vermək. Ləhni da bu deylə min taxtı Süleymana dəyər. Hardasan dünyanın halal adamın, hardasan var mısan səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən, səndən bu tərəfə mənə nəfəs ver. Məndən o tərəfə, səndən bu yana nə kökdədir dünya, xəbərin varmı? Tapşırıb yerlərə, büküb alqana, bir ürək yollasam sana çatarmı? Bilər misən hangi məmləkətdənəm? Hansı millətdənəm bilər misən sən? Bu aciz halıma ucalığından baxıb acı-acı gülər misən sən? Vurnuxub qalmışam dünya içində. Mənə bir yol salğa özünə doğru. Qurtarım bəşərin adiliyindən, sürünün mübarək izinə doğru. Hardasan, dünyanın halal adamı, sən haqsan, sən varsan, səsimə səs ver. Qapında ən sadiq nökərin olam, mənə bu şahlığı nə olar, tələs ver. Her dəqiqəm dağlar, tara dəyəldə mizraq, tür edir mənərdən, neçə ki şanat dəyəl. Bir xəbərlə nə bilir, ləhcəy xanəndə nədir? Həm, bir xəbərlər nə bilir ləhcəy xanəndə nədir? Əhli hal olsa bu söz gədir də milyona dəyər. Musiqi ilə məni dəfn eləsələr vahidəgər, musiqi ilə məni dəfn eləsələr vahidəgər, qəbrimin torpağı Diz bey diz bana değer Can Bir bülbüləm xoş nəfəsli, həmdəmin bir bahar fəsli. Bir bülbüləm xoş nəfəsli, həmdəmin bir bahar fəsli. Xoşlamıram dar qəfəsi, bağban məni yarar, aman şəhərlərdən varam, aman. Xoşlamıram dar qəfəsi, bağban məni yarar, aman şəhərlərdən varam, aman. Bir şişəyəm adam başım, Üstə şişəyə yüzən başayım. Bir şişəyə adam başım, Üstə şişəyə yüzən başım. Sevirəm buran qışım, sevirəm buran qışım. Külək məni yarar, aman çəmənlərdən arar. Sevirəm buran qışım, sevirəm buran qışım. Külək məni yarar, aman çəmənlərdən varam, aman çəmənlərdən varam, aman.
döşüdür yurdum ilim. Bir bulağın suyun sərin, qan döşüdür yurdum ilim. Müjdəsiyəm nəğmələrim, qalma məni yaradlama, şəhərlər qalaram ama. Müjdəsiyəm nəğmələrim, qalma məni yaradlama, şəhərlər qalaram ama. Bir şişəyə bağlı baxşam, üstə şişə üzə qaşam. Bir şişəyə bağlı baxşam, üstə şişə üzə qaşam. Sevmirəm buran ışıq, sevmirəm buran ışıq. Küləkləri yaradlama, şəhərlər qalarama. Sevmirəm buran ışıq, sevmirəm buran ışıq. Küləkləri yaradlama, şəhərlər qalarama. Şəhərlər qalarama, şəhərlər qalarama. Şəhərlər qalarama, şəhərlər Çox sağ olun, çox təşəkkür eləyirik hər birinizə və o cümlədən verilişimizin sonuna yaxınlaşmaq üzrəyik ki, İbrahim bəy bir söz əhli, qələm əhli kimi istəyirəm bütün bu gələn qonaqların hər birinin adından sonda nəsə bir ürək sözünüzü siz deyəsiniz. Deyirlər ki, pul qiymətlidir, insan həyatı ondan da qiymətlidir, zaman isə hamısından qiymətlidir. Bax, bu qiymətli zaman kəsiyində bütün bu iştirakçılarımızın adından bir yekun sözünü siz buyurun. Zamanı da belə gözəl işlərə sərf eləyəndə, böyük bir televiziya auditoriyasının insanlarının da xoş ovqat yaratma sərf eləyəndə o zaman da qiymətli olur, o iş də qiymətli olur. Ona görə də mən bir daha öz təşəkkürümü bildirirəm televiziyanın rəhbərliyinə, burada çalışanlara, bu verilişi araya ərsəyə gətirənlərə və bizi dəvət eləyənlərə dərin təşəkkürümü bildirirəm. Çox gözəl bir təəssüratla ayrılıram və arzu eləyirəm ki, hər zaman, hər vaxt bizim tamaşaçılarımızın səhərləri və belə gözəl, xoş ovqatla açılsın, sizin qurduğunuz ovqatla açılsın, həmişə bu verilişin dinləyiciləri olsunlar, sizin də əhvalınız xoş olsun, bütün televiziya tamaşaçılarının da əhvalı xoş olsun. Bax, beləcə əziz tamaşaçılar, daha bir musiqili, nəğməli, sazlı, sözlü verilişimiz artıq başa çatmaq üzrədir. Biz bu sayımızda da sizləri elimizin, obamızın dəyərli, sevimli sənətkarları ilə görüşdürdük. Deyirlər ki, sağlığında xalqın sevimlisi olmaq və bir gündə bu dünyada olmayanda adı tarixi bəzəyi olmaq dünyada ən böyük saadətdir. Çalışın, xalqın sevimlisi olun və adınız bir gün bu dünyada olmayanda tarixin bəzəyi olsun. Sizlərlə, daha sevgili insanlarla görüşmək ümidindən Allah amanında bir gözəl musiqi ilə Natəvan xanım verilişimizi başa çatdırsın.
tezgə qalan mən alıb başına dönüm qalan alıb başına mən dönüm səni qalan mən alıb başına dönüm qalan alıb başına mən dönüm səni Baba